لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في şey. Sual verilir ki, ruh tutmaq deyə bir şey deyirlər. Adamın bədəni ağrıyır, əgər tutubsa, ya Yasin oxudursan, ya da adına yemək bişirirsən, düzəlirsən, düzdür belə bir şey. Xeyr, belə bir şey yoxdur. Ruh tutmaq və yaxud da yemək bişirmək. Yəni insana, problem odur ki, çox vaxt insanlar hər hansı bir sıxıntı, xəstəlik və yaxud da müsibət üz verəndə onu cinlərin üstünə və yaxud da ruhların üstünə atırlar. Amma unudurlar ki, nə qədər dəlillər var ki, baş verən müsibətlər günahlara görədir. Yəni öz günahlarını araşdıraraq, ona tövbə etmək əvəzinə, yəni hər hansı bir problemi yükləyirlər cinlərin üstünə. Yəni bu cinlərdəndir və yaxud da şər qüvvələrdəndir. Yəni ona ehtiyac yoxdur. Elə bir şeyə ola da bilər. Amma insan əsas düşünməlidir ki, bu hardan gəldi? Məsələn, sələflər, keçmiş salih insanlar, onlara üz verən sıxıntıları, bəlaları, xəstəlikləri özlərindən görərdilər. Hətta evladına üz verən xəstəliyi özündən görürdülər. Evladına üz verən xəstəliyi özündən görürdü ki, yəni bu hansı xəstəliyimə görə Allah Teala, yəni hansı günahıma görə Allah Teala məni ədəbləndirmək istəyir. Ona insanın yanaşma tərzi, yəni belə olmalıdır. Və hətta gəlir ki, onlar evdən sıçanın çıxmasını özlərindən görərdilər. Evdən sıçan çıxdığı zaman fikirləşərdilər ki, yəni nə kimi günahlar etmişik, evdən sıçan çıxır və yaxud da digər problemlərdir, evdə, ailədə baş verən itaətsizlik, özlərindən görürdülər. Ona görə düzgün yanaşma tərzi odur ki, insan belə xəstəliklər, yorğunluq və digər problemlər baş verdiyi zaman, yəni insan onu qaytarmalıdır günahlarına və tövbə etməlidir. Allah Teala buyurur ki: "Və mə asabekum min musibetin febima kesebet eydikum və ya'fu an kesir." Yəni başınıza gələn hər bir müsibət qazandığınız günahlara görədir. Amma Allah Teala çoxundan keçir. Yəni hər bir etdiyimiz günaha görə bəla göndərmir. Yəni etdiyimiz çox sayılı günahların bəzisinə görə göndərir. Əgər hər birinə göndərsəydi, mə təraka alə zahriyə min dəbb, yer üzərində canlı belə saxlamazdı. Yəni hər etdiyimiz günaha görə Allah Teala bəla göndərsəydi, müsibət göndərsəydi, yer üzərində canlı belə qalmazdı. Yəni Allah Teala'nın rəhmətindəndir ki, yəni çox sayılı günahlarımızın bir hissəsinə görə göndərir ki, insanlar, yəni biz ayılaq və ona tərəf yönələk, tövbə edək. Necə ki, başqa ayda buyurur: وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ. Yəni biz onları əzabla yaxaladık. Onlar nə Rəbbinə itaati artırdılar, nə də yalvarıb yaxardılar. Yəni burada açıq aydın görsənir ki, Allah Teala müsibəti göndərməklə istəyir ki, qulları tövbə etsin, yalvarıb yaxarsın, ibadətlərini, itaətlərini artırsınlar. Və həmçinin Əli radiyallahu anh deyərdi ki, "Mə nəzələ bələm illə bidən və mə rufi'a illə bitəvbə." Yəni hər nazil olan bəla günaha görə nazil olur və tövbə ilə, istiğfarla, bağışlanma diləməklə Allahdan yəni qalxır. Ona görə belə ruhlar tutubsa tövbə lazımdır. Yəni başqa yemək bişirməyə ehtiyac yoxdur.